Kızlar, bu günləri səhər yeməyini asan, doyumlu və tox saxlayan, həm də xeyirli bir səhər yeməyi hazırlayırıq. Bunun üçün bizə nə lazımdır? Yarı dəymiş banan, deməli, yumurta, 1 çay qaşığı kakao, 2 çay qaşığı kəsmik, bir dənə balaca banka lazımdır bizə. Bunu hazırlama prosesini sizlərlə də bölüşəcəm ki, siz də hazırlayıb nuş edə biləsiniz. İlk öncə nə edirik? Bananı yaxşıca əzirik. Kakaonu, yumurtanı çırpırıq. Banan, yumurta, kakaonu yaxşı çırpdıq. Bunu siz blenderla da edə bilərsiniz. Mən blenderi yumağın dərdindən elə əlin elədim. Bir də əlavə edib yaxşıca qarışdırırıq. Belə bankayı tökürük. Qızlar, istəsəniz üstünə şokolad əlavə edə bilirsiniz zövqə görə. Mən isə biraz kakos əlavə edəcəm. Bağlayıb, baxın belə qazanda qaynar su qoymuşam, oraya əlavə edirəm. Ağzını bağlayıram, 20 dəqiqə bişir, ondan sonra alıb nuş edə bilərsiniz. Hazır olandan sonra da sizinlə bölüşəcəm.